hər topa inamla gedən, hər dueldə soyuqqanlı qalan bir futbolçu. Rəqiblər üçün çətinlik, komanda yoldaşları üçün isə güvən mənbəyi. Bəhlul Mustafazadə. Bakıda dünyaya gələn 28 yaşlı futbolçu uşaqlıqdan futbola bağlı biri olub. Təvəzzökar xarakteri, çalışqanlığı və oyunu dərin analiz etməsi onu müdafiə xəttində xüsusi bir fiqura çevirir. Karyerasına Qəbələ Akademiyasında başlayıb və ilk peşəkar addımlarını orada atıb. Daha sonra Sumqayıt və Sabah futbol klubunda keçirdiyi illər ona həm onun ritmini, həm də liderlik məsuliyyətini qazandırdı. 2021-ci ildə Qarabağla imzaladığı müqavilə onun karyerasının dönüş nöqtəsi oldu. Burada Avrokubok oyunları, sıx təqvim, yüksək səviyyəli rəqabət hamısı onun oyunun inkişafını daha da sürətləndirdi. Bu gün o Qarabağ futbol klubunun ən etibarlı müdafiəçilərindən biri sayılır. Qarabağ və Azərbaycan millisində sərgilədiyi performans onun nə qədər peşəkar və çalışqan olduğunu sübut edir. Sakit xarakteri, ölçülmüş qərarları və meydandakı məsuliyyət hissi ilə o sadəcə müdafiəçi deyil, komandanın dayaq nöqtəsidir. Bəhlul Mustafazadə idmanda nizam-intizamın, zəhmətin və təvəzzökarlığın siması. Azərbaycan futbolunun bu günündə güvən, gələcəyinə isə ümid verən adlardan biridir.